Dostlar, bugün gördüyünüz kimi bura baxarsaq, mən belə kolleksiya zat yığmağa da başlamışam belə. Bugün gördüyünüz kimi bu kolleksiyadakı ən yaxşı, ən çox sevdiyim fiqurları göstərəcəm. Uşaqlar, like atıb abunə olmağı unutmayın. Belə videolar istəyirsinizsə 3 like istəyirəm bu videoya. Abunə olmağı da unutmayın, like atmağı da unutmayın. Bugünkü bu videomuzda ən sevdiyim 10 fiquru göstərəcəm. Ən sevdiyim 10 fiqur. Gəlin birinci fiqurdan başlayaq bir dəqiqə. Uşaqlar, videonu dayandırmalı oldum birazcık. Neyse, ən sevdiyim birinci fiqurdan başlayaq. Birinci fiqurumuz Minecraft fiquru olaraq budur. Bu niyəsə çox xoşuma gəlir və çox da qəşəngdir. Məncə bu fiquru mən çox xoşlayıram, belə xoşlayıram, üçün götürdüm. Ən çox sevdiyim fiqurlardan biri də bu. Şöyle fiqur bu şəkildədir. Burada belə McDonald's'ın şeyi var, logosu bu şəkildə. Məncə çox gözəl fiqurdur. Sıradakı xoşuma gələn burada Pet Simulator'a aid budur, uşaqlar, dogdur da, ona görə xoşuma gəlir niyəsə. Bu da çox qəşəngdir. Bu da çox qəşəngdir uşaqlar, məncə. Quyruğu var burada belə. Altı belədir. Şəkildə üstü isə belədir. Blok da yəni çox xoşuma gəlir. Sonraki fiqur da bir Pet Simulator'a aiddir. Bu papqaydı, qırmızı rəngidir belə. Bundan xoşuma gəlməm. Belə şəkillərdir, bu qədər. Belə altı həminki fiqur kimidir. Rənglərdə çox detallı eləyiblər. Sıradakı fiqurumuz bir Pokemon fiqurudur. O da budur. Uşaqlar, bu şəkildə Pokemon fiqurudur. Adı isə adını bilmirəm tam. Belə fiqurda. Çox sevdiyim bir fiqurlardan biridir. Ekran getdi. Burada qaldı. Sonraki figurumu desək, sonraki figurum bu şəkildə bir Panteradır. De Pantera, Kinder'dan çıxır bunlar. Gördüyünüz kimi göz detaylarını can hər şeyini eləyiblər. Çox gözəl bir fiqurdur. Sonraki fiqurları desək, Marvel setini çox sevirəm. Bax, gördüyünüz kimi Marvel seti. Burada Spider-Man, Iron Man, bir də bu neydi Allah, balaca olan şey var, adını unuttum. Bunu sevirəm. Başqa, bu Pantera adamı da çox sevirəm. Burada başqa xoşladığım yoxdur işte. Ən çox bu figurumu sevirəm, bu şey. Sonra dinozor setlərindən olan Kinder T-Rex'i sevirəm, bu şəkildə T-Rex'dir. Balaca bir T-Rex. Baxın. Gözəl bir T-Rex'dir. Sonraki xoşuma gələn fiqur da McDonald's'dan çıxan bir dinozorlardandır uşaqlar. Dinozorlardandır. O fiqur belədir uşaqlar, bu şəkildə. Belə qabağı bu şəkildə tərpənir. Başı bu şəkildədir. Yumurta şəklində. Belədir. Belədir uşaqlar. Quyruğu olmur. Belə McDonald's'dan çıxır uşaqlar. Çox gözəldir məncə. Göz detayına can eləyiblər, amma ağzının da açılması olsaydı çox qəşəng olardı. Sonraki fiqurumuz bir Batman fiqurudur. Kinder'dir və neysə. Kinder'dir və böyle şəkildə bir Batman'dir.
əli tərpəli Lego. Bu niyə çıxıbdır? Çox köhnə bir Kinder figurudur, ona görə xoşuma da gəlir. Başı zadı belə dönmür, amma bunu çıxardırsaq dandakı belə tərpənə bir sürətə getsə belə. Ayaqları da tərpənmir, əlləri tərpənir, bu qədər. Sonraki figuru desək, kolleksiyamda çoxlu figur var. Bu figur deyil, Hot Wheels'dan bir Monster Truck'dır. Gördüyünüz kimi böyle şəkillər çox qəşəngdir. Həqiqətən çox xoşuma gəlir. Qabağında SSTT-yi yazır, SSTT-yi işte gördüyünüz çay bile Being a götürür. chef and being a cook are two entirely different things. If I was to come over to your house, Neyse o ara reklam değil. Neyse deyib bu şəkillədir uşaqlar. Böyle tərpənə də bilir. Neyse çox gözəl bir Hot Wheels'dir. En son olarak xoşuma gələn bir figurlardan biri olanda mən bu da uşaqlar. Mercedes bir böyle ambalaj şəklində. Plastik olsa da çox qəşəngdir məncə. Detalları tam eləyiblər. Neyse bu videomuz da bu qədər idi. Like atıb abunə olmağı unutmayın.